kimin ne danışacağını üzbeüz koyarak bu birbirinize günahlandırın değil, birbirinizin düşman olun değil. Şeffaf idarətmə edək. Şirketin mənafeyine çözümler verin. Arkadan danışmanın manası yoktu. Ben şirketin çoxunda bunu görmüşəm. Bir çox uğursuzluğu özlerine bağlayan yönetici görmemişəm. İlla başkasından ötürü olub bu. Ona göre de idarətmədə psikolojik amil çok önemlidir. Şeffaflık çok önemlidir. İdarətmə kurmak çok önemlidir. Bunun elimde de yeri var zaten. Ben bugün bir tane sahipkara dedim ki şirket işçiden ağıl gözlürse şirket ağılsızdır. 10 illik şirketsen sen ne ağılı gözlürsen? Bakıram ki mevcut müştərini itirmişsən. Sen bunu kimden ağıl gözlürsən axı? Gözləyə Senin 10 illik müşteri bazanı sen get-gedə itirirsənsə hansı işçi sənə gəlib bunun ağılı verə bilər? Sen müşteri analiz eləməmisən. Müşteri ziyaret eləməmisən, müşterinin qapısına getməmisən, müşterini dəvət eləməmisən, müşterinin problemlerini dinləməmisən. Bunun için ağla ehtiyac var. 10 ildə eyni problemler yaşayırsan da.